Nə qədər daha çox fokusu öz bağına verirsən, o qədər də sənin bağın təmiz qalır, çiçəklənir, yetişir, gözəlləşir. Əlbəttə, yəni buna güc vermək istəməyənlər bəhanələr gətirəcəklər. Filan kəs bax, filan kəsdir, belədir, elədir, amma gör onun bağı nə qəşəngdir, gör o nə qədər imkanlıdır və s. Belə dedikdə insanlar başa düşmürlər. İnsanlar səhnə arxasını görmürlər. Həmən adamın məsələn zəhmətini görmürlər və yaxud da ancaq öz qiymətləndirici bir yanaşmasından baxıb bir şey deyirlər. Ancaq burada bu kiçik bir şeylə tam bir planı başa düşməyə çalışırlar. Bəlkə onlar verilir hansısa bir sınaq üçün. Bəlkə ona o verilir, amma o heç ondan xoşbəxt deyil. Mən dəfələrlə elə bir adamları görmüşəm ki, hansılar, məsələn də o vaxtda mənim arzuladığım bir yerlərdə yaşayıblar, amma onlar xoşbəxt olmayıblar. Onlar mənlə danışıblar, mən onların o qədər bir də xırda bir dərdlərini eşitmişəm, demişəm ki, bunu sən böyük bir dərd sayırsan. Bu ki, asandır, yaxınlar, söhbət elə, söhbət aç. Elə bir adamlar olubdur ki, onların yəni maşını, evi, ikinci bir evi, nə bilim, ikinci bir obyekti, hələ də görürsən ki, xoşbəxtlik araşdırıb tapa bilmirlər. Görürsən ki, dərdlidirlər. Deyirsən ki, vay be, həqiqətən də xoşbəxtlik pullarda deyil, həqiqətən də xoşbəxtlik maddiyyatda deyil, həqiqətən də xoşbəxtlik elə ancaq elə yeyib içmək deyil.